Dostlar, Qalatiyaların məktubu açın hamınız ikinci fəsildən oxuyacaq. 19-cu ayədən. Ümumiyyətlə sonra başqa yerlərdən də oxuyacaq. Deməli, diqqətli olun dostlar. Bizim mövzumuz, yəni temamız çarmıqda olan iki qüvvə. Çarmıqda olan iki qüvvə. Bax, bu haqda danışacağım. Deməli, mən ikinci fəsildən Qalatiyaların məktubundan oxuyuram 19-cu ayədən. Həvari Paul burada deyir, çünki mən qanun vasitəsilə qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım. Məsih ilə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda özünü fəda edən Allahın oğluna olan imanla yaşayıram. Bura qədər dostlar. 19-cu və 20-ci ayə. Nə vaxtsa Həvari Paul Yahudi kimi qanuna itaət edirdi, İsa'nı Rəbb kimi tanımırdı və İsa'nın adıcılarını təqib edirdi, qovurdu, həbsə atırdı. Amma baxın dostlar, sonra da Rəbb ona açıldı. Yadınızdadırsa biz Həvarilərin kitabında oxuyuruq 9-cu fəsildə. Nə vaxt ki Dəməşqə gedirdi, Dəməşqdə də İsa'nın adıcıları var idi. O da bilərək gedib onları oradan götürüb Yerusəlim şəhərinə gətirməli idi. Yəni ki, o kim ki İsa'nın ardınca, kim ki İsa'nı qəbul edib, o ardıcıları deməli həbs etməli idi. Və yolda olaraq birdən göydən işıq parıldadı və İsa ona göründü. İsa ona göründü və ona dedi ki, Şaul, adı Şaul olub, deməli Paul adı Roma adıdır, yəni ki, onun ikinci adıdır. Amma əsl valideynləri verən ad Şauldur. Deyir, Şaul, sən məni nə üçün təqib edirsən? Göylərdən bir səs gəldi, bu işığı görəndə. O da soruşdu, ya Rəbb, sən kimsən? Daha doğrusu, ağam, kimsən? Deyir, mən İsa'yam. Məni nə üçün təqib edirsən? Ayağa qalx. O da deyir ki, ya Rəbb, mən nə etməliyəm? Deyir, ayağa qalx, mən deyəcəyəm. Mən sənə xəbər verəcəyim, nə etməlisən. Get Dəməşqə, get. Gözləri tutuldu, kör oldu. 3 gün, 3 gecə heç nə yeyib, heç nə belə deyək də, ağzına, dilinə heç nə dəymirdi, yeyib içmirdi. Oruç tuturdu və onu bir görüntüdə elə bir, yəni bir görüntü oldu ki, bir Hananiya adlı bir şəxs, bir qardaş ona yaxınlaşaraq, onun üzərinə öz əllərini qoyaraq, onun üçün dua edir ki, gözləri açılsın. Yəni ki, Rəbb ona açdı ki, filan kəs gələcək, yəni Hananiyaya gələcək. Doğrudan da elə də oldu. Rəbb Hananiyaya da, ona da göründü və dedi ki, qalx ayağa, filan bir küçədə Şaul adında bir şəxs var. Get onun üçün dua etmən ki, gözləri açılsın. Deyir, ya Rəbb, axı mən bildiyimə görə, nəinki mən, çoxlu bacı qardaşlarımız da bunu bilir ki, bu Şaul nə üçün bura gəlib? Bizi təqib edir, bizi qovur. Deyir, yox, artıq o mənim qolumdur. Artıq o mənə iman etdi. Və dostlar, Hananiya ayağa qalxaraq, həmən Şaul qaldığı yerə gedir və onun üçün dua edir və artıq onu adi bir Şaul kimi adlandırmır. Deyir ki, qardaşım Şaul, Rəbb İsa yolda ki sənə göründü, o mənə də göründü və məni buraya göndərib ki, sənin üçün dua edim. Dua etdi, onun gözləri açıldı. Sonra da deyir ki, ayağa qalx, vəftiz ol və artıq get, Rəbb sənə nə desə onu da et. O zaman onun gözləri açıldı, dərhal vəftiz oldu və İsa haqqında hamıya şəhadət edirdi, müjdəliyirdi. Artıq İsa'nı qəbul etdi.
tam başa düşdü İsa kimdir? İsa onun rəhbi olub. Və baxın dostlar, burada da Qalatiyaların məktubunda biz oxuyuruq ki, deməli, mən artıq yaşamıram. Məsihdir məndə yaşayır. Mən İsanı qəbul etdim. Mən qanun üçün yaşayırdım. Amma artıq Rəbb mənə açıldı. Mən Rəbbi qəbul etdim və Məsih artıq məndə yaşayır. İndi deyir, cismən yaşadığım həyatda gəlincə məni sevib, deməli, uğrumda özünü fəda edən Allahın oğluna olan imanla deyir, yaşayıram. Dostlar, biz də İsanı qəbul etdik. Biz də İsa ilə yaşayırıq. Artıq İsanı, baxın, dostlar, qəbul edən kimi, İsa'ya iman edən kimi o saat doğrudan da bizim də həyatımız dəyişildi. Amma bir şey də var ki, biz təbiətkən günahkarıq. Günah işlədirik, işlətmirik. Sınavlardan keçirik, keçmirik. Dostlar, taqətdən düşürük, düşmürük. Hər şey olur. Niyə belə görəsən olur? Niyə belə olur, dostlar? Axı, Rəbb məni xilas etdi. Axı, Rəbb məni günahlı həyatdan azad etdi. Necə olur ki, mən gah görsən ki, qalxıram, gah ruhən zəifləyirəm. Zəifləyirəm, dostlar. Niyə belə olur? Hardasa görsən ki, sınavlardan keçəndə elə çətin olur, elə doğrudan da çətin olur. Niyə belə olur? Dostlar, nə edim? Nə edeyim mən? Gəlin bu barədə bunu başa düşmək üçün, yəni ki, bizim daxilimizdə mübarizələr keçir. Qalatiyaların məktubunda 6-cı fəsildə bu haqda deyilir, 5-ci fəsildə də deyilir. Yəni, ruhumuz bizim cismani təbiətimizə ziddir. Onlar mübarizə aparır. Amma ruhən yazılıb ki, biz yaşamalıyıq. Mattanın İncil kitabında, gəlin Mattanın 27-ci fəslini açaq və 27-ci fəsildən oxuyacağım. Baxın, İsa Məsih çağırmaqda olaraq necə o da öz cismi ilə mübarizə aparırdı. Gəlin bu haqda oxuyaq. Və baxın, ona qarşı kimlər və nələr qalxırdı ki, Rəbb bizi xilas etməsin deyə. Biz 27-ci fəsildən oxuyuruq. Deməli, 33-cü ayədən oxuyacağım. Burada deyilir ki, Rəbb İsa Məsih çarmıxa çəkiləndə görün nələr baş verdi. Yazılıb ki, Qalqota, yəni kəllə yeri adlanan yerə gələndə ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. Əskərlər onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Sonra orada oturub onun keşiyini çəkdilər. Başı üzərinə Yahudilərin padşahı İsa budur ittihamını yazıb qoydular. O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi. Gəlib keçənlər başlarını yeyinirdilər. Ay, sağ olun. Yazılıb ki, yırğalayıb ona böhtən ataraq məbədi qaldırıb, üzr istəyirəm, dağıdıb, 3 gündə deyir, tikən. Əgər Allahın oğlusansa, özünü xilas et və nə et? Baxın, dostlar, bunu rəhbərlər deyirdi. Bunu, bax, gəlib keçənlər deyirdi ki, çarmıqdan düş. Tez ol, çarmıqdan düş. Sonra baxın yenə də başçı kahinlər
ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər, başqalarını xilas edirdi, amma özünü xilas edə bilmir. İsrailin padşahıdır, qoy indi çarmıqdan düşsün və biz də ona iman edək. Baxın dostlar, yuxarıda biz oxuduq ki, gəlib keçənlər, deməli başlarını yırğalayıb ona böhtən ataraq deyirdilər, çarmıqdan düş də. Sonra da, baxın yazılıb ki, baş kahinlər, ilahiyyatçılar, ağsaqqallar, onlar da deyirlər, çarmıqdan düş. Ələ salırdılar, çarmıqdan deyir düş, biz sənə iman edək. Hər kəs keçən onu ələ salırdı, tüpürürdü, zülm verirdi və deyirdilər ki, çarmıqdan düş. Düz belə deyək, bir saat öncə həmən bu şəxslər qışqırırdılar ki, öldürülsün, çarmıxa çəkilsin. Vali Pilat da hökmdar dedi, o sizə nə edib ki, onun nə, deməli, nə pis iş görüb ki, onu biz çarmıxa çəkək. Onlar daha da qışqırırdılar və deyirdilər ki, öldürülsün. Əgər onu sən azad etsən, sən deməli Qeysərə, yəni imperatora, sən onunla dost deyilsən, şərik deyilsən. Baxın, onlar qışqırırdılar, ucadan qışqırırdılar ki, öldürülsün, çarmıxa çək. Heç Pilatı qulaq asmaq istəmirdilər. Pilat neynədir? Pilat əllərini yuyaraq dedi ki, təqsir məndə yox, sizin üzərinizdə olsun. Baxın, mən deyir əllərimi, bu yəni ki, belə adət bir var idi. Mən əllərimi yuyuram, təqsir məndə deyil. Baxmayaraq ki, özü də təqsirkar olub. Yəni ki, əmr verib, o əmr verməsəydə heç kəs onu İsanı çarmıxa çəkməzdi. Və bu insanlar, bu cəmaat, ağsaqqallar, baş kahinlər, ilahiyyatçılar onu ələ salaraq qışqırırlar, söyürlər, qarğışlayırlar və nəhayət onu çarmıxa çəkirlər. Çarmıxa çəkəndə isə bunlar yan keçərək ona baxırlar. Deyirlər ki, çarmıqdan indi isə düş. İndi isə çarmıqdan deyir düş. Kim idi? Gəlib keçənlər 1, baş kahinlər 2, ilahiyyatçılar 3, ağsaqqallar da 4. Bu harasıdır? Lukanın müjdəsində də deyilir ki, əskərlər də onu ələ salırdılar. Roma əskərləri. Onlar onu çarmıxa mismarladılar. Onlar da onu ələ salırdılar. Və baxın necə, hamı da qışqırırlar, deyirlər ki, biz sənə iman edəcəyik, amma sən çarmıqdan deyir, düş. Allaha güvənirdi. Allah onu sevirsə, qoy indi xilas etsin. Çünki mən Allahın oğluyam, dedi. İsa ilə birlikdə çarmıxa çəkilən də quldurlar da onu təhqir edirdilər. Quldurlar da deyirdi, düş. Eşitmirsən, hamı sənə deyir, düş, çarmıqdan düş, niyə düşmürsən? Özünü xilas et. Gəlin, yenə də sadalayaq, dostlar. Gəlib keçənlər onu ələ salırdı, elə deyilmi? Sonra baş kahinlər, ilahiyyatçılar, sonra ağsaqqallar, sonra quldurlar 5. Bir də ki, bayaq dediyim, Lukanın müjdəsində deyilir, Roma əskərləri də, yəni bax, orada olan əskərlər də onu ələ salırlar. Və hamısı birlikdə qışqırırdılar, çarmıqdan düş. Əzizlərim, bax, burada çox ən çətin bir, belə deyək, bu dəqiqələr idi, ən çətin saatlar idi. Bilirsiniz, maraqlısı odur ki, çarmıqda Rəbb İsa Məsihimiz çəkiləndə 2 qanun
iki qanun, daha doğrusu belə deyək, iki qüvvə bir-birinə rast gəldi. Bilirsiniz hansı qüvvədən söhbət gedir? Baxın, mən ruçkanı saxlamışam əlimdə. Hamınız görür də. Mən uşaq olanda yadıma düşür ki, düşərgədə olmuşam, pioner lagirdə və yoldaşlarımdan biri mənə yaxınlaşıb deyir ki, mən sənə o vaxtı qəpiklər olub, falan qədər qəpik verəcəyim. Əgər bax bu çöpü götürsən, ibişkə çöpünü və yuxarıda əlvi aşağı salma, 1 saat saxlasan. Mümkündürmü ya yox? Yox, qətiyyən. Çətindir, elə deyil. Niyə? Молочная кислота образуется. Hansı qanun burada? Fizioloji. Hansı qanun burada belə deyək, işləməyə başlayır, bəli. Hansı qanun? Fizik qanunu. Newtonun qanunu, yadınızdadır? Cazibə. Cazibə qüvvəsi, çəkmədə yəni. İstər-istəməz əlin aşağı düşür, elə deyilmi? Ya mən bu ruçkanı saxlamışamsa, mən bu əlimi buraxsam nə olacaq? Dostlar, bu qələm düşəcək. İndi isə gəlin Rəbbimizə baxaq. Hamı qışqırır və deyir, nə et? Çarmıqdan düş. Çarmıqda asılmışdı. Onu nə saxlayırdı? Çarmıqda. Mismarlar, elə deyilmi? Ağrı verirdi, vermirdi. Zülüm verirdi, vermirdi. İncidirdi, incitmirdi. Bu insan bədənində siz təsəvvür edin, İsa hansı dərdlərdən keçib? Biraz nəfəs almaq üçün bir özünü bilirsiniz, yuxarı çəkməli idi ki, bir nəfəs salsın. Sonra da yenə də belə deyək də bu mismarlarda asılıb. Elə bil ki, istər-istəməz bədən aşağı çəkilir. Aşağı, elə bil ki, bədən özü qışqırır. Düş aşağı, düş aşağı. Nə qədər zülüm çəkəcəksən? Bu mismarlar olmasaydı düşəcəkdi. Düş deyir aşağı. Bunun bədəni qışqırır. Siz təsəvvür edin. Bundan əlavə iblis də buradan sınağa çəkərək qışqırır. Düş aşağı. Gələn keçən qışqırır. Düş aşağı, çarmıqdan düş. Baş kahinlər, dindarlar, ağsaqqallar, ilahiyyatçılar. Bəs görmürsən nə qədər ağrı çəksən. Düş aşağı, özünü xilas et. Sənə nə var ki, bircə dənə sözlüklə o saat düşəcəksən. Sən o qədər möcüzə göstərmişsən insanları sağaltmışsan, şəfa vermişsən, körlərin gözlərini açmışsan, ölüləri diriltmişsən. Cinə tutulmuş insanları sağaltmışsan. Bəs nə oldu, indi özünü xilas edə bilmirsən? Bəs sənin bədənin qışqırmır, çox ağrıyıram. Bəs hiss etmirsən ki, sənin bədənin getdikcə ağrılaşır və aşağı çəkir. Bax, burada cazibə qüvvəsi işləyir. Amma ona əks olan da bir qüvvə var. Yox, düşməyəcəyəm. Niyə? Mən bunun üçün gəlməmişəm. Mən bütün bəşəriyyəti, insanları, bax, burada oturanları xilas etmək üçün gəlmişəm. Sən nə qədər çarmıqda, bax, bu vəziyyətdə qalacaqsan, sənin qolların artıq keyib, artıq qalxa da bilmirsən. Bax, gör, nə gündəsənsən. Yox. Mən çarmıqda çəkilmişəm, bu vəziyyətdə də qalmalıyam. İsa doğrudan da böyük bir sınaqlardan keçib. Böyük bir sınaqlardan keçib, dostlar. Kənardan da baxırdılar, anası da ona baxırdı, şagirdi də Yahya oradaydı, baxıb ağlayırdılar, sinəsindən vururdular.
Bəlkə anasının da fikrindən keçirdi. Ay bala, sən niyə belə əziyyət çəkirsən? O qədər insanları xilas etmirsən, özünü xilas et. Yazığa gəlirdi, bəlkə də düşünürdü. Amma kimsə ələ salırdı. Nə oldu? Quldur da sol tərəfdən deyir, düş aşağı, düş deyirəm sənə. Düşmürdü. Ata, nə etdiklərini anlamırlar. Onları bağışla günah. Bağışla. Axıra qədər, sona qədər dostlar, eləcə də qaldı. Və axırda ruhunu Allaha tapşırdı. Həvar Paul da, dostlar, Qalatiyaların məktubunda biz oxuyuruq, artıq mən yox. Məsih məndə yaşayır. Bəli, cismim o cazibə qanuna tabedir. O məni elə bil ki, göylərdən yerə salmaq istəyir, dartır məni. Bəsdir görək. Niyə göylərə yol tutmusan? Niyə axı sən Rəbb üçün yaşayırsan? Bax gör, ətrafa bir bax, dünyavilərə bax, onlar üçün pisdir. Bir düş aşağı. Məni bağışlayın, bəziləri deyir, kəndinə qayıt deyir. Bunu bizim cismani təbiətimiz. Bunu bizim daxilimizdə yaşayan günah deyir. Mənə deyir, tabi ol. Mənə tabi ol. Aşağı düş. Aşağı düş. Amma dostlar, iman edən insan isə doğrudan da əzablardan keçsə belə deməlidir ki, mən İsa Məsih ilə birlikdə çarmıqda çəkilmişəm. İsa günahlarım üçün ölübdür. Mən də İsa Məsihdəyəm. Artıq mən yox, Həvar Paul deyir, mən yox. Məndə olan İsa yaşayır. İsa ilə mən çarmıq, necə ki İsa çarmıqda axıra qədər asıldı və günahlı təbiəti bu cismə tabi olmadı. Eləcə də yalnız İsa Məsihdə, yalnız İsa Məsih mənə kömək edə bilər. Dostlar, mən öz cismimə, öz mənliyimə belə deyək də qələbə gələ bilərəm. Yox, əgər doğrudan da Məsihə baxmasam, mənliyimə baxsam, özümə baxsam, dostlar, özümə yazığım gələcək. Deyəcəyəm ki, mən günahlara qalib gələ bilmirəm. Mənim üçün çox çətindir. Yaxşı olardı ki, bu cazibə qanunu məndə qüvvəyə gəlsin. Qoy düşün. Qoy ruhən düşün. Qoy ruhən pis olum. Amma İsa Məsih isə deyir ki, yox. Mənə deyir güvən. Mənə güvən. Əzizlərim, bax burada da Həvar Paul bu haqda Qalatiyaların məktubunda deyir, artıq mən yox. Çünki mən qanun vasitəsilə qanuna münasibətdə öldüm. Öldüm ki, Allah üçün, yəni İsa Məsih üçün artıq yaşayım. Məsih ilə birlikdə çarmıxa çəkildim. Dostlar, Məsih ilə birlikdə mən çarmıqda çəkilməsəm, o saat mənim bu təbiətim, mənim pozulmuş təbiətim məni aşağı çəkəcək. Yenə də demək istəyirəm, necə ki, Həvar Paul deyib, artıq mən yaşamıram. Bu mənliyim, mən onu çarmıxa çəkmişəm. Çarmıxa çəkmişəm. Dostlar, Məsihlə bir yerdə çarmıxa çəkmişəm. Artıq Məsih məndə yaşayır. Bax, Məsih məndə yaşayırsa, dostlar, onda günahlı təbiətə mən qələbə gəlirəm, qalib oluram. Qoy Rəbb hər birimizə kömək olsun, Rəbbin adı izzətlənsin.